Doktor, bir məktəblinin qidalanması doğru şəkildə necə olmalıdır? Məktəblilərin qidalanması tək məktəblilərin yox, hər kəsin qidalanması düzgün olmalıdır. Düzgün qidalanma dediyimiz şey nədir? Gündəlik protein, yağ, karbohidrat, elektrolit, yəni mineral, vitamin ehtiyacı qərəlində yaşa, kiloya görə dəyişir. Çox yesində istəmirik. Bəzən deyirlər ki, biz sadəcə ət veririk. Bu doğru bir şey deyil. Nəyə görə doğru bir şey deyil? Sən yağ vermirsən, karbohidrat vermirsən, vitamindən zəngin deyil, mineraldan zəngin deyil. Bu da doğru bir şey deyil. Sadəcə karbohidrat ağırlıqla makaron yeyir, kartof yeyir. Bu da sağlam bir şey deyil. Çünki bu B12 almır ki, dəmir almır ki, protein almır ki. Bunlar hamısı problemdir. Ya da yağı biraz verməyə insanlar vermək istəmir. Əsas bizi kökəldən qida yağ deyil. Təbii ki, yağın kalori dəyəri yüksəkdir, yağın kökəltmə ehtimalı yüksəkdir. Əsas kilo aldıran qida fast foodlardır, karbohidratlardır, trans yağlardır. Təbii. Yəni o sonuç olaraq termodinamikanın ikinci qanunu nədir? Enerjinin, yəni yox olmaz, sıfırdan yaranmaz. Bir formadan başqa formaya keçir. Əgər uşaq dəngəli yemirsə, yağı, proteini, mineralı, ehtiyacı olduğu qədər vitamini, elektroliti, dəmiri dəngəli yemirsə, ya arıq zəif olacaq. Məsələ arıq ya da kilolu olmaq deyil. Məsələ keyfiyyətli olmaq deməkdir. Sağlam olmaq deməkdir. Bu nə deməkdir? Sən uşaq var ki, kiloludur, iridir, çox da yeyir. Bu da istəmədiyimiz bir şeydir. Əsas odur ki, vitamini, mineralı hamısı dəngədə olsun.